O illərdir mənə söylüyor ki, məni məşhur elə, məni tanıt Azərbaycanda. Qoy məni tanısınlar, mənim xeyirxah işlərimi görsünlər. Əminəm ki, mən də səni tanıtdım Rüstəm bəy. İşində sənə uğurlar. Salam, cəmiyyət. Bu günləri sizlərə nümunəvi olaraq bir gəncin qəhrəmanlığından danışmaq istəyirəm. Ağcabədi rayonunun Hindar qəsəbə sakini Rüstəm adlı bir şəxsin daha doğrusu həyat hekayəsini sizlərlə bölüşmək istəyirəm. Deməli, Rüstəm Rusiyanın Komsomolski Amur oblastında yaşayır və illər keçdikcə Rüstəm çox gözəl bir oliqarx həyat sürür və vaxt gətirir Rüstəm orada tutulur, türməyə düşür. Beləsinə Rüstəm türmədən çıxandan sonra bütün mülkü əlindən alınır və Rüstəm Ağcabədinin Hindar qəsəbəsinə dönür. Nəticədə Rüstəm Hindarında 1-2 ay yaşayır və o hər gün çıxır məhliyə, siqaret çəkir məhlədə və günlərin bir günü gözü sataşır ki, məhləmizdə suyun qıtlığıdır. Rüstəm həyata girir, çölə çıxır. Dərin götür qoydan sonra Rüstəm illərdir üzünü görmədiyi atasını qocalar evinə yerləşdirərək və evi satır, yaşadığı evi. Görün, həyatda nələr var. Rüstəm xalq üçün evini sataraq atasını qocalar evinə qoyur və məhlədə 2 dənə artizan qoyusu vurdur. Bununla bağlı Rüstəm bir çox həyatlara su bəxş edir. Gəlin birlikdə bu Rüstəm müəllimi alqışlayaq. Amma bir yandan baxanda atasını qocalar evinə qoymağı biraz təsirlidir, düzdür, amma tənqid eləməyək. Alqışa layiq bir hərəkət görür. Videonun davamına baxmaq üçün bu linkə daxil olun. YouTube'da yazın Ürfət, altdan xət 777, videonu tam izləyin. Rüstəmin həyat hekayəsi orada var. Və sonda mən əminliklə bu sözü deyirəm ki, Rüstəm bu videodan sonra tacikləri, özbəkləri öyrədib mənə qarşı videolar çəkməsin. Rüstəm, bu hərəkətinə görə səni alqışlayıram. Sən çox ürəyi geniş insansan. Sənin əllərini sıxıram, işində sənə uğurlar. Varaniji sənə tapşırıram, səni də Allaha tapşırıram. Rusiyanın hal-hazırda Rüstəm Varaniji şəhərində yaşayır. Yəni videonu görənlər bir məsələni də vurğulayım ki, burada ürək bəyənməni də vursun, yorum da yazsın, aşağıda qaydələrini də vursun ki, video kəşfiyyətə düşsün və Varanijidə yaşayan həm yerlilərimiz bu videonu görsün. Bir daha diqqətiniz üçün təşəkkür edirəm sizlərə. Minnətdaram.